Hissə verilmiş kalbasada 60 paçka siqaretin verdiyi ziyan qədər kanserogen var. Bu iddianı Rusiyalı bloger edib. Eyni zamanda bildirir ki, Rusiyanın rəsmi Səhiyyə Nazirliyinin səhifəsində bu barədə artıq 80-ci illərdən məlumat var. Bundan əlavə hansı məhsullar kanserogenlərinə görə siqaretdən daha çoxdur ki, onları hər gün istifadə edirik? Bilmək istəyirsinizsə, mütləq izləyin. Sponsor Saf Hospital. Hissə verilmiş kalbasa 60 paçka siqaret qədər ziyandır. Xərçəng riskini 18% artırır. 50 qram hissə verilmiş kalbasanın tərkibində bir qutu siqaretdən daha çox kanserogen var. Bu fikir Rusiyanın Səhiyyə Nazirliyinin rəsmi saytında dərc edilib. Məlumatı bloger Alesiya Magucheva paylaşıb. O həmçinin bildirib ki, bir qutu konservləşdirilmiş balıq məhsullarında 60 qutu siqaretdə olan qədər kanserogen var. Bundan əlavə iddia edilir ki, bu işlənmiş qidalardan gündə 50 qram yemək kolon xərçəngi riskini də 18% artırır. Kanserogen nöqteyi nəzərindən ən təhlükəlisi hissə verilmiş kalbasadır. Çünki hazırlanma prosesində məruz qaldığı tüstünün insan sağlamlığı üçün kifayət qədər ziyanları var. Belə kalbasalarda nitritlərdən əlavə kanserogen aktivliyi sübut edilmiş başqa bir maddə, benzopiren də var.